Uşağımın bədəni çox qaşınır. Bunun səbəbi nə ola bilər? Uşaqlarda çox qaşınmanın bir sıra səbəbləri vardır. Birinci səbəb dəri quruluğudur. Adicə dəri quruluğu uşaqda bütün bədəni, xüsusən də paltarını soyunduranda qaşınmasına səbəb olur. Bundan başqa çox qaşınma daha çox allergik problemlər də ola bilir. Atopik dermatit, ekzema kimi dəri xəstəlikləri, dəri problemləri, allergik problemlər uşaqlarda qaşınmaya səbəb olur. Və bundan başqa çox şiddətli qaşınan, qaşıyaraq cızılan səpkilər varsa uşağın bədənində, burada gənə ola biləcəyini unutmamalısınız. Yəni, qotur gənəsi, skabiyası adlı problem də uşağın dərisində çox qaşınmaya səbəb olur. Nə etməliyik? Öncə səbəbi tapmalıyıq. Əgər allergiyadırsa, uşaq nə yeyir, nə yeyəndən sonra qaşınır, ona baxmalı, aydınlaşdırmalı və həmin yeməyi uşağın rasionundan çıxartmalıyıq. Və uşaq çox qaşınmasın deyə uşağın dərisini daimi nəmli tutmalıyıq. Uşağın dərisini sabunla, 72% sabunla yumamalıyıq. Nəmləndirici gel, ardından isə nəmləndirici kremlər daimi vuraraq uşağın dərisini nəmli tutmağa çalışmalıyıq. Və uşağın dərisində şübhəli səpkilər varsa mütləq həkim müayinəsinə aparmalıyıq ki, bu səpkilər gənədən tutmuş, allergik və xronik dəri xəstəliklərinə qədər ola biləcəyini unutmamalıyıq. Son olaraq uşağın dərisində qaşınmalar qurd xəstəliklərində də ola bilər ki, qurd xəstəliklərdə həmçinin uşaqda ən çox qaşınmaya, xüsusən də popo ətrafında qaşınmaya səbəb olan xəstəliklərdəndir. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.